Kompozit operatorları biz ikinci hissəni davam edirik dostlar sizinlə. Burada diqqətli olmalısınız. Birinci hissəyə baxmayanlar daxil olub qrupda da baxa bilər, kanalda da baxa bilər. İndi isə ikinci hissədə davam edirik. Ardın kim birinci hissəyə tam baxıbsa, indi ikinci hissəyə də davam edirik. Çünki orada 37 dəqiqə alındı birinci hissədə. Bu ən vacib sillərdir tradingdə. Ona görə mən bunu fikirləşdim ki, birinci hissəni iki yerə bölüm. Çünki bu çox vacib bir mövzudur dostlar. Birinci hissədə olan şəkillər, şəkillərdən əlavə burada şəkillər də olacaq. Mən çalışacağım o bir hissə çəkmək istəydim. O bəlkə də 2 saat, 3 saat alınacaqdır. Mən onu böləcəm indi hissələrə. Ona görə çox vacib bir mövzudur bu. Çətin bir mövzudur. Burada diqqətli olmaq lazımdır ki, bazarı başa düşəsə. Davam edirik dostlar. Kim istəyirsə like vursun, kanala bölüşsün videonu, nəsə bir şərh yazsın. Yəni çünki ən vacib bir sillərdən birini deyirəm sizə tradingdə. Yəni heç olmasa əziyyət çəkib heç olmasa bir like vurardınız. Davam edirik. Deməli, birinci ən vacib taktika deməli yüksəliş zamanı satmaqdır. Deməli, kompozit traderlərdə kompozit operatorlar sayılır. Onlarda birinci ən vacib taktika yüksəliş zamanı satmaqdır. Operator anlayır ki, alıcıların ən aktiv olduğu vaxt satmaq lazımdır. Kütlənin davamlı optimizmi nəticəsində qiymətdə vaxtaşırı yaranan sıçrayışlar onun üçün ən yaxşı satış imkanlarıdır. Qiymət diapazonunun yuxarı sərhədinə yaxınlaşdıqda kütlə bunun çoxdan gözlədikləri breakout başlanğıc olduğunu düşünür. Onlar daha aktiv şəkildə almağa başlayır və fürsət əldən vermək qorxusu FOMO daha da güclənir. Görürsünüzmü sizin necə təliyə salır? Məhz bu qızğın tələb dalğasını üzərində operator təklifi artırır. Gördünmü? Bunun sübutlarından biri Richard Wyckoff'dur, nədir ingiliscə adını deyəmirəm. Səy və nəticə qanunudur. Səy və nəticə qanunu. Kimsə bilmirsə deyim burada. Deməli, kompozit operatorlar onlar böyük məbləğlərlə satış və alışlar edən böyük bir şirkətlərdir və onlar sizlər kimi birdən-birə sata bilmirlər. Onların satışları həftələrlə çəkir, az-az aldadaraq, eləyərək. Əgər tam anlamaq istəyirsə, birinci hissəyə buyurub baxa bilərsiniz. Deməli, qiymət sıçrayışları zamanı alışların sayının artması ticarət həcminin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olur. Yəni, bu səydir. Həvəskar trader böyük həcm görür və bunun qiymət artımının təsdiqi hesab edir. Gör, necə təliyə düşürsünüz siz. Deyirsə, strategiyasında Poputidən sonra strategiyanı trade edirsən, deyirəm, yox, gülürsünüz. Görürsünüz, Poputini trade etdiyi üsullardan biri. Kompozit operatorları haqqında %99% bilmir. Mən bunu sizə təmənnasız sonra sir olaraq açıb deyirəm və siz əziyyət çəkib bunu öyrənməlisiniz. Deməli, həvəskar trader böyük həcm görür və bunu qiymət artımının təsdiqi hesab edir. Lakin peşəkar analitik nəticəni araşdırır. O görür ki, alıcıların göstərdiyi nəhəng səylərə baxmayaraq qiymət əhəmiyyətli dərəcədə yüksələ bilmir. Qiymət ballarını spreaddə kiçik ola bilər və onlar maksimum səviyyələrindən xeyli aşağıda bağlana bilər. Ralli dayanır və bir neçə gün davam edə bilər. Bu müddətdə ticarət aktivliyi nəhəng olsa da qiymət demək olar ki, dəyişmir. Ən xarakterik vəziyyətdə isə qiymət hətta diapazon daxilində əvvəlki rallinin maksimum səviyyəsinə belə çata bilmir. Nəhəng səylər zəif nəticə arasındakı bu uyğunsuzluq kompozit operatorun fəaliyyətinin ən aydın əlamətlərindən biridir. Görürsünüzmü?
Bazar sanki etiraf edir ki nəhəng və görünməz təklif divarı kütlənin bütün alış gücünü udur. Bu konsolidasiya deyil. Bu hər kəsin gözü qarşısında gizlədilmiş aktiv, agressiv və böyük miqyaslı paylanmadır. Sizin konsolidasiya gördüyünüz yer, diqqətlə qulaq asın, baba, sizin konsolidasiya dediyimiz yerə mən başqa cür baxıram, mən başqa cür analiz edirəm. Diqqət et, nəhəng səylər zəif nəticə arasında bu uyğunsuzluq kompozit operator fəaliyyətinin ən aydın əlamətlərindən biridir. Bazar sanki etiraf edir ki, nəhəng və görünməz təklif divarı kütlənin bütün alış gücünü udur. Bu konsolidasiya deyil. Bu hər kəsin gözü qarşısında gizlədilmiş aktiv, agressiv və böyük miqyaslı paylanmadır. Mən sizə bu kompozit operatorun elə bir üsulla izah edirəm ki, çoxları gəlib indi məndən bu yazıları kopya edəcək, köçürdəcək, gedib özlərində qruplarında yerləşdirəcəklər. Halbuki indiyəcə heç bilmirdilər də bu barədə. Gedəcəklər, nə bilim, göyə ki, filan yerdə bu barədə danışacaqlar. Halbuki mən yazdıqlarım sözlərin hamısını gedib başqa yerdə deyəcəklər. Hələ indiyəcə görməmişəm kimlərsə özündən nəsə desin. Hamısı konseptlərdən danışır. Mən isə əsl trading sirlərindənsə danışıram həmişə. Əsl trading sirləri. Və üstünlük də ondadır ki, mənim komandamda olan insan ona görə qazancı çıxa bilirdi ki, o insan konsept öyrənmir. O insan əsl bazarın içini öyrənirdi və bilirdi ki, harda insanları selə verib baya gedirlər, harda baya verib selə gedirlər və s. Ona görə çox yerdə dərs alan, kurs alan insanlar 3 il, 4 il, 5 il bu sahədə cüzi qazanan insanlar cüzi. Bir də dünəni bugündən baş-başa gətirə bilən insanlar məndən öyrəndikdən sonra onlar sevinirlər. Biz davam edirik. Kompozit operator kütlənin marağını və alış istəyini qorumaq üçün qiymətin çox sürətli və çox uzağa düşməsinə imkan verə bilməz. Deməli belə, ikinci taktika dəstək yaratmaq sənədidir. Fikir ver, gör necə süni dəstək və müqavimət yerləri yaradılır. Diqqətlə baxmaq lazımdır. Deməli belə, kompozit operatorlar kütlənin marağını və alış istəyini qorumaq üçün qiymətin çox sürətli və çox uzağa düşməsinə imkan verə bilməz. Kəskin uzun müddətli düşüş konsolidasiya illüziyasını məhv edir və onun qarşısını almağa çalışdığı panikanı yaradar. Buna görə də qiymət aşağı düşüb ticarət diapazonunun alt sərhədinə yaxınlaşdıqda o tez-tez satıcı rolundan müvəqqəti strateji alıcı roluna keçir. Fikir və satıcı roluna alıcı roluna keçir. Gör necə aldadır insanları. O bazara daxil olur və təklifi udmaq və qiyməti sabitləşdirmək üçün kifayət qədər tələb yaradır. Davam edirik dostlar. Kütlə üçün bu dəstək səviyyəsinin qorunması böyük güc əlaməti kimi görünür. Onlar qiymətin düşməyi dayandırdığını və yenidən yüksəlməyə başladığını görürlər və bunu səhmlərin ağıllı investorlar tərəfindən toplandığını sübutu hesab edirlər. Bu təşkil olunmuş hadisə onlarda yeni imkan yaradır. Bu onların optimist proqnozunu təsdiqləyir və onları yenidən düşüşdə almağa zövq edir. Çünki onlar bazardakı ən nüfuzlu oyuncularla eyni istiqamətdə hərəkət etdiklərini düşünürlər. Əslində isə onlar sadəcə təşkilatçının əlindəki piyadadırlar. Necə sizi tələyə salır? Görürsünüzmü? Operatorun göstərdiyi dəstək onun yenidən səhmlər toplamaq niyyətində olduğu anlamına gəlmir. Bu sadəcə marketinq gedişidir. Görürsən, süni dəstək və müqavimət yerləri yaradırlar sizlər üçün. Deyəcək, bu nə deməkdir, süni dəstək və müqavimət yerləri? Mən 3 ildir treydəyəm, süni dəstək və müqavimət yeri bilmirəm nədir. Bilmirsən, çünki sən kompozit operatorları haqqında bilmirsən, ona görə bilmirsən. O, daha aşağı qiymətdən müəyyən miqdarda səhm almağa hazırdır ki, özünə daha yüksək qiymətdən, daha böyük həcmdə
səhim satmaq üçün lazım olan inamı qoruyub saxlaya bilsin. O çıxış üçün istifadə edəcəyi tələbi özü yaradır. Görürsən, o çıxış üçün istifadə edə biləcəyi tələbi özü yaradır. Görürsən, necə sizləri aldadaraq gətirib çıxardır ki, onun istədiyini eləyəsiz. O istədiyi vaxtda siz bay girəsiz, o istədiyi vaxtda siz sel girəsiz. Deməli, keçirik üçüncü və ən hiləgər taktika. İndi üçüncü taktikasına baxırıq. Deməli, biz ikinci hissədə birinci, ikinci və üçüncü taktikasına baxırıq. Artıq üçüncü taktikasındayıq, əlavə olaraq. Yəni. Üçüncü və ən hiləgər taktika qavrayışın davamlı idarə olunmasıdır. Görürsən, bundan sonra nə? Təşkilatçı anlayır ki, traderlər vakuumda qərar qəbul etmirlər. Onlara xəbərlər, analitikləri, reytinqləri və ümumi maliyyə vəziyyəti təsir edir. Qiymət artımı mərhələsində getdikcə daha çox müsbət xəbər ortaya çıxır. Baba, görürsən necədir? Diqqətlə qulaq asın. Onlara xəbərlər, demək, təşkilatçı anlayır ki, yəni kompozit operator anlayır ki, traderlər vakuumda qərar qəbul etmirlər. Onlara vakuum nədir? Yəni özü sərbəst qərar qəbul eləmir. Görürsünüzmü? Onlara xəbərlər, analitiklərin reytinqləri və ümumi maliyyə vəziyyəti təsir edir. Qiymət artımı mərhələsində getdikcə daha çox müsbət xəbər ortaya çıxır. Paylanma mərhələsində isə təşkilatçı yüksək qiyməti əsaslandırmaq üçün həmən müsbət xəbərlərdən istifadə edir. Hətta bazarın daxili prosesləri artıq pisləşməyə başlasa belə, bazar zirvələrinin heyrətamiz və xarakterik xüsusiyyəti məhz budur. Bazarın zirvələri demək olar ki, həmişə ən təsirli və ən müsbət xəbərlərlə müşayiət olunur. Səhmlər səy və nəticə arasında açıq uyğunsuzluq əlamətləri göstərməyə başlayan kimi böyük şirkət haqqında tərif dolu bir məqalə dərc edə bilər. Ralli dağa aşağı maksimumlar formalaşdırmağa başlayan kimi isə nüfuzlu bir analitik cəsarətli və əmin proqnoz verərək yeni daha yüksək hədəf qiymət müəyyən edə bilər. Göz analitiklər isə yalandan dilə ki, gör ki, bu rəqəm qalxacaq, bitcoin 1 milyon olacaq, dostlar, gedin, dostlar, alın, bitcoin 1 milyon olacaq. O birisi də gəlib deyib, bitcoin 1 milyon olacaq, deyirəm, izah eləyə bilərsənmi, bitcoin 1 milyon olsa, onda nə baş verər, necə olan, nə qədər kapital olur, o gör blok atır mənə. Elə hər çatan deyən sözü sən deyirsənsə, səndən nə fundamental analiz olar. Sən heç soruşsam, kompozit operatorlar kimlərdir, necə hərəkət edir, nə cür hərəkət edir, bazarda onların gedişatını gözlədir, heç bilməyəcəksən bazarda kompozit operatorların gedişatı nədir. Bu müsbət xəbər fonu davam edir. Bu müsbət xəbər fonu qiymət qrafikində getdikcə daha çox ayı siqnallarını görməzdən gələn kütlə üçün mühüm psixoloji əsaslandırma rolunu oynayır. Onlar qiymətin düşdüyünü görürlər, amma başlıqları oxuyur və belə nəticəyə gəlirlər ki, səhmlər sadəcə növbəti böyük sıçrayışdan əvvəl dayanıb. Gözəl xəbərlərlə hərəkət edənlər nə fikirləşir? Xarici qiymətləndirmə onların öz şübhələrinə qalib gəlir. Gözəl, onlar öz şübhələrini eləncə qalib gəlir. Yəni, gözəl, o gedir, traderlər, nos traderlər nədir? Gedin ChatGPT yazın, sizə desin. Yəni, ondan bundan əmisi oğlu, dayısı oğlu, nə bilim, satıcıdan oradan buradan bitcoin haqqında eşidib ki, bitcoin qalxacaq, gəlir, analiz eləmədən, fundamentalı bilmədən, heç nəyi bilmədən, baxmadan, nos traderlər nə edir, indiki zaman bazarda bilmədən, gəlib bitcoin alırlar. Pulu var, amma ağlı yoxdur. Kompozit operator bu xəbərləri yaratmır. Lakin o bu xəbərlərin kütlənin psixologiyasına necə təsir etdiyini mükəmməl şəkildə anlayır və
bombokdan öz xeyrinə istifadə edir. O yaxşı xəbərlərin fonunda satış edir və kütlənin həmən hekayəyə olan inamından öz əməliyyatlarını gizlətmək üçün son örtük qatı kimi istifadə edir. Vakov, indi adını deyə bilməm, üzrə hesabını, daxili bazarın daxili dinamikasını kompozit operatorla kütlə arasındakı gizli mübarizəni oxumaq qabiliyyətində idi. Görürsənmi? Onun bütün metodu bazar lentinin və qiymət hərəkətlərinin şərh edilməsinin əsl ustad dərsidir. Lakin başa düşməliyik ki, digər böyük bazar oyuncuları da bu problemin həlli üçün heç də az effektiv olmaya öz üsullarını inkişaf etdiriblər. Onlar partiyanın nə vaxt başa çatdığını bilməyin nə qədər vacib olduğunu anlayırlar. Deməli, digər traderlər, yəni Bernard Baruch'du, nədir trader? Kütlə, o necə trader edib? Kütlə psixologiyasını və fundamental şərtləri mükəmməl anlayan bir trader idi. O deyirdi ki, pul qazanmasının əsas səbəblərindən biri çox erkən satmaq olur. Yəni, özün vaxtında satmaq, yəni gecikməmək. Nicholas Darvas, adını biraz səhv deyim, o necə trade edirdi? Nicholas Darvas isə xəbərlərə tamamilə məhəl qoymurdu və səhmin impulsunun nə vaxt tükəndiyini müəyyən etmək üçün özünü qutu nəzəriyyəsindən istifadə edirdi. Yəni, qanboksdan istifadə eləyirdi. Necə ki, mən qızılda analiz elədim və çəkdim, işarəmi qoydum. Mənim komandamda olan şəxslər, insanlar gördülər ki, 5600 sonuncu mənim işarəm orada durur, təxminən 5600. Onlar özləri də şahid oldular ki, qızılın qalxışının axırıncı impulsu da orada bitdi. Qiymət heç 5600-ə gəlməmişdi, heç bilinmirdi gələcək, gəlməyəcək. Çünki kompozit operatorla izləmək bacarmaq lazımdır, dostlar. Richard Dennis, yəni o da traderdir və onun tısbağa traderləri isə təmiz trend izləmə sistemindən istifadə edirlər. Tısbağa strategiyası haqqında mən sizə danışmışam, video çəkmişəm. Kimsə bilmirsə gitsin qrupda baxsın, necə addım atırdılar və necə eləyirdilər. Ətraflı çəkmişəm onun haqqında. Kompozit operator bazarın böyük və səssiz komandanı öz kampaniyasının ən mürəkkəb mərhələsini uğurla başa vurub. Psixoloji manipulyasiyaları taktiki hərəkətlərlə, ustalıqla birləşdirərək o nəhəng aktivlərin böyük hissəsini heç nədən xəbərsiz və tamahkar kütləyə ötürməyi bacarıb və eyni zamanda qiyməti özü üçün son dərəcə əlverişli səviyyədə saxlayıb. İndi isə bu maliyyə dramının son və ən amansız aktını hazırdır. Görən nə edəcək axırda? Onun işi demək olar ki, tamamlanıb. Yəni, buracan artıq bu etaplara gəldi, çıxdı. Birinci hissədən demək olar ki, artıq tamamlayır, yəni satışı. Onun indi satılması ən çətin olan aktivlərini harada qalındıq? Onun işi demək olar tamamlanır. İndi yalnız satılması ən çətin olan aktivlərinin son hissələrindən xilas olmaq və daha sonra qəsdən və qətiyyətlə yeni bir trend yaratmaq qalır. Yəni, əlində olan ucu satıb qutarır ki, ucu sona çatır. O, bu yeni trenddən də mənfəət əldə etməyi planlaşdırır. Yəni, təzdən alış başlamaq istəsə, o təzdən həmən hilələri, həmən tələləri qurmağa çalışır. Hilə və aldatma dövrü artıq sona yaxınlaşır. Yəni, satışın ucu demək olar ki, bitirir bu. Görürsünüz, necə sizi hilələrlə, aldatmaqlarla satışların bitirir. Çoxları bir dənə, iki dənə nöqtə atış atan kimi özləri market maker hesab edirlər. Heç bilmirlər ki, neçə cür market makerlər olur bazarda. O haqda da mən çəkəcəm video. Narahat olmayın. Onların yerini
son həlledici və son dərəcə cəsarətli manevr tutacaq görək. Bu onu bütün kampaniyasını kulminasiyasıdır. Çıxış strategiyasındakı 4-cü taktika, son təlimin yaradılması. 4-cü taktika. Axırıncı taktikası da onu. Görə nə edir? Wyckoff da nədir? Metodologiyasının dilində bu hadisə çox vaxt necə adlanır? Distributiondan sonra yüksəliş, uprush after distributiondan, yəni utat gedir, adlandırır. Yəni görək yüksəlişdən sonra nə gedir. Sadə bildi nədir bunu izah edəcəm. İndi isə deyə bilmirəm, üzr izah. Bu paylanma kampaniyasının möhtəşəm finalıdır. O qədər ustalıqla hazırlanmış bir gedişdir ki, artıq 100 ildən çoxdur ki, öküz bazarlarının sonrasında fikirləşmi? Bir növ xəbərdarlıq siqnalı kimi qəbul edilir. Bu ticarət diapazonunda formalaşmış müqaviməti qəfil və kəskin şəkildə qıran, yeni maksimum yaradan və zahirən güclü görünən qiymət sıçrayışıdır. Onun məqsədi öküz bazarının yenidən başladığı görüntüsünü yaratmaqdır. Amma bu yalandır. Gözmü, təzdən göyə ki, trend yuxarı qalxmaq istəyir. Təzdən insanlar havadır ki, elə bir vəziyyətdə yaradır ki, göyə trend yuxarı qalxmaq istəyir. Amma bu yalandır. Bu son optimist alıcıların tələyə salmaq və onların fürsəti əldən vermək qorxusu, yəni FOMO-nu son və dağıdıcı dalğaya çevirmək üçün hazırlanmış saxta aldadıcı hərəkətdir. Kivismi? Bu manevrin gücünü həqiqətən başa düşmək üçün özünüzü məhz həmən anda adi bir traderin yerində təsəvvür etməliyik. Nə görə stop olmusunuz? Engədə. O artıq uzun müddətdir ki, səhmin qiymətindəki dalğalanmaları izləyir. İlkin optimizmi artıq məyusluq və narahatlıqla əvəz olunub. O qeyri-müəyyənlik içindədir və birdən heç bir xəbərdarlıq olmadan səhmlər kəskin şəkildə yüksəlməyə başlayır. Onlar bir neçə ay ərzində görünməmiş qədər yüksək səviyyəyə sıçrayırlar. Əvvəlki bütün yüksəlişləri məhdudlaşdıran tavanı inamla qırırlar. Görək nə? Xəbər lenti müxtəlif məlumatlarla dolub, maliyyə analitikləri isə bu hərəkəti breakoutun təsdiq kimi qiymətləndirirlər. Məhz bu anda trader emosional baxımdan ən həssas vəziyyətində olur. Onun bütün təmkinini ilkin və güclü bir qorxu dağıdır. Bəlkə bu fürsət əldən verirəm, deyir yəni. Səhmləri dağa əvvəl satan trader tarixi səhvə yol verdiyinə əmin olur. Deməli, satır, elə bilir ki, yaxşı bir qiymətdə çıxıb, sonra görür ki, yox, səhv eləyib. Yəni, həvəskar traderlər. Kənarda gözləyən trader isə səhmlər dağa 100 punkt bağlaşmadan onları almaq üçün son şansını əldən verməkdən qorxur. O qorxur ki, səhmin indi almasa 100 punkt bağlaşar. Məsəl üçün, tam ki, indi 5 dollarda almasa, gələn dəfə onlar tutalım ki, məsəl üçün 8-9 dollar. Gör necə insanları salırlar tələyə. Məhz bu güclü və zahirə rasional emosiyaların yaratdığı mühitdə operator öz son və ən gəlirli əməliyyatını həyata keçirir. Paylanmadan sonraki yüksəliş hərəkətinin təhlili göstərir ki, bu əslində aldadıcı hərəkətdir. Məqsəd 2 hissədən ibarətdir. Deməli bu aldadıcı hərəkət özü 2 hissədən ibarətdir. Baxaq görə nədir? Birinci hissə, yəni birinci operatora əlində qalan son səhmlərdən xilas olmaq üçün lazım olan son alıcı dalğasını cəlb etməkdir. Yəni
alıcı dalğası var. İkinci görək nədir? İkincisi, səhmləri həddindən əvvəl satan treyderlərin stop loss əmrlərini qəsdən işə salmaqdır. Stop loss elədirsə. Beləliklə, satış əmrləri alovun üzərinə yağ tökür. Alıcılar arasında panikanı daha da gücləndirir və operatora səhmlərin daha yüksək qiymətə satmaq imkanı verir. Bu hərəkətin aldatıcı olduğunun son və ən mühüm sübutu isə yüksəlişin özündə deyil, ondan sonra baş verənlərdədir. Həqiqi və peşəkar breakout davam etməli idi. Qiymət breakout səviyyəsindən yuxarıda qalmalı, orada konsolidasiya etməli və daha sonra yüksəlişini davam etdirməli idi. Lakin paylanmadan sonra yüksəliş bunu əksini göstərir. Görək sonra nə baş verir? Qiymət həmən səviyyədə qala bilmir. Baba, buna adını diqqət yetirək. Bu başlıq kimi deyirəm sizə. Qiymət həmən səviyyədə qalamır. O yenidən ticarət diapazonuna o qədər sürətlə və güclü şəkildə qayıdır ki, az əvvəl bazara daxil olan treyderlər şoka düşürlər. Bu sürətli və tam uyğunsuzluqdur. Bazarın açıq şəkildə etirafıdır ki, bütün bu yüksəliş yalan çıxışı asanlaşdırmaq üçün yaradılmış, ustalıqla hazırlanmış bir illüziya olub. Görürsünüzmü necə sizi aldadır, illüziya yaradır. Son tələ bağlandıqda və operatorun son səhmləri də uğurla investorlar arasında paylandıqda onun kampaniyası məntiqi olaraq öz sonuna çatır. Onun işi artıq görülüb, yəni gözüm, artıq onun işi görülüb. Artıq güc illüziyasını qorumağa ehtiyac yoxdur. Artıq sizi aldatmağa onun ehtiyac yoxdur. Artıq qiyməti dəstəkləməyə ehtiyac yoxdur. Artıq süni dəstək müqavimət yerləri yaratmır. Yəni sonra eyni anda həm sadə, həm də dağıdıcı bir hadisə baş verir. Bu bütün işləri gördükdən sonra nə baş verir? Maraqlısı budur. Diqqətlə qulaq asın, nə baş verir? O öz alış dəstəyini geri çəkir. Yəni görürsən, dəstək yaranan hissə hansı ki, onu da alışlar eləmir. Oradan alışlarını yığışdırır, orderlərini yığışdırır. Sonra nə baş verir? Bütün uzun müddət ərzində bazarı dəstəkləyən görünməz təməl, yəni ortadan qalxır. İnvestorların etimadını qorumaq üçün onun həyata keçirdiyi strateji və vaxtaşırı alışlar sadəcə olaraq dayanır. Süni şəkildə yüksək səviyyədə saxlanılan qiymət artıq tələb təklif qanunlarından asılı vəziyyətə düşür. Lakin bazar artıq son dərəcədə zəif vəziyyətdədir. Manipulyasiya edən operator az əvvəl bazarı böyük həcmdə təkliflə doldurub və indi bu səhmlər ən zəif investorların əlindədir. Manipulyasiya deyəndə bazarda manipulyasiya yoxdur, select var. Sizin dildə manipulyasiya dedim, yəni. Emosional baxımdan qeyri-sabit bazardan kifayət qədər məlumatlı olmayan və çox vaxt həddindən artıq kredit və ya borclanma ilə mövqe açmış investorların, yəni süni dəstək aradan qalxdıqda bazar öz ağırlığı altında aşağı düşməyə başlayır. İlk düşüş narahatlıq yaradır. Qiymət daha da aşağı düşdükcə bu narahatlıq qorxuya çevrilir. Yəni görürsünüz, əvvəl bundan alan insanlar, hansılar ki alır, bağladıdır insanları ki, göy ki qiymət qalxacaq, aldatdırırdı insanlara və onlar artıq o bazar öz axırıncı son 4-cü əməlini yerinə yetirdikdən sonra artıq çəkilir bazardan qırağa, bazarın öz təsiri vasitəsilə, çünki bu təsir eləyir axı bazara, müəyyən hissədə qiymət qaldırıb salır. Qiymətlər getdikcə aşağı düşməyə başlayır və əvvəl bundan alan insanlar düşür panikaya, qorxuya ki, görürlər yox, bu qiymət qalxmır, ancaq düşüşə gedir. Yəni bu indi davam edirik. Zirvədə səhmləri alan investorlar artıq zərərlə üzədirlər və əlləri titrəməyə başlayır. Onlar satışa keçirlər və bununla da bazardakı satış təzyiqini daha da artırırlar. Bu satış daha çox satış doğurur və düşüş sürətlənir.
Görürsüz nələr baş verir. Bu həqiqət anıdır. Zəifliyin açıq əlamətidir və bazarın öz zirvəsinə çatdığını son təsdiqidir. Bu zaman qiymət ticarət diapazonunu aşağı istiqamətdə qırır və bunun kəskin, asan və sürətli düşüş müşahidə edir. Artıq qiymət o qədər sürətlə və asanlıqla aşağı düşür ki, bu ondan əvvəlki gərgin və çətin yüksəlişlə kəskin ziddiyyət təşkil edir. Düşüş geniş diapazonlu qiymət aralığında baş verir və panika başladıqda həcmdə də kəskin artım müşahidə olunur. Məhz burada hər bir bazar mahiyyətini təşkil edən böyük və faciəvi kontrastı görə bilərik. Sonra görək nədir? Kompozit operatorun çıxışı aylarla davam edə bilər. Görürsən, o əlində olan böyük bir həcmli, böyük sayda səhmləri aylarla sata bilər. Görürsünüz? Çıxışı aylarla davam edən yavaş düşünülmüş və sakit proses idi. Bu proses ən yüksək qiymətlərdə nəzarətsiz optimizm və euforiya atmosferində həyata keçirilirdi. Kütlənin çıxışı isə tamamilə fərqlidir. Bir neçə gün və ya həftə ərzində baş verən çılğın, xaotik və qorxu ilə dolu satış xaosudur. Üstəlik bu satışlar ən aşağı qiymətlərdə qorxu və ümidsizlik atmosferində həyata keçirilir. Peşəkar öz səhmlərini tələsmədən kütləyə satdı. İndi isə kütlə öz səhmlərini bəlkə də yenidən onları ən aşağı qiymətlərdən toplamağa başlayacaq. Peşəkara satmağa məcburdur. Görürsünüzmü? Aşağı hissədə düşürlər panikaya. Görürsünüz, peşəkar öz səhmlərini tələsmədən kütləyə satdı. İndi isə kütlə öz səhmlərini bəlkə də yenidən onları ən aşağı qiymətdən toplamağa başlayacaq, peşəkara satmağa məcburdur. Görürsünüz, onlar da panikaya düşür, kimə satacaq, kim alacaq ondan? Həmən insanlar alacaq onlardan. Hansı ki, satıb xeyir götürürlər, indi də dibdə alıb qalxacaqlar müəyyən bir hissəyə. Görürsünüzmü? Bəs Wyckoff metodunu öyrənən, uzaq görən parakəndə trader bu təhlükəli dünyada necə istiqamət tapmalıdır? Baba diqqətlə fikir verir. Görürsünüzmü? Kompozit traderlərin arxasınca gedən insanlar necə düşünməlidir, necə hərəkət etməlidir? Bu bazarda strategiya yoxdur, dostlar. Onun məqsədi kompozit operatoru təqlid etmək deyil, təqib etmək deyil, belə deyək. Və bunu heç vaxt tam şəkildə edə də bilməz. Onun bazarı idarə etmək üçün nə kifayət qədər kapitalı, nə də təsiri var. Onun məqsədi daha sadə və daha zəifdir. Kompozit operatorun bazarda buraxdığı izləri tanımağı və öz hərəkətlərini buna uyğun şəkildə dəyişməyi öyrənməkdir. Yəni, kompozit operatorlara uyğun hərəkət etməkdir. Buna görə də onun baş verənlərə reaksiyası 3 mərhələdən ibarət olacaq. Görə necə olacaq, necə bunlar baxırlar? Birincisi, peşəkar trader uzun mövqelərini saxlamaq üçün paylanmadan istifadə edir. Zirvənin ilk əlamətlərini, trendin dəyişməsini, alış kulminasiyasını, səy və nəticə arasındakı uyğunsuzluğu gördükdən sonra çöküşü gözləmir. O, kompozit operatorun fəaliyyətini daha kiçik miqyasda izləyir də, ticarət diapazonlu daxilindəki yüksəlişlər zamanı səhmlərini satır və eyforiyaya qapılmış kütlənin ona ideal çıxış imkanı yaratmasına şərait yaradır. Gözmü? İkinci və ən vacib, o artıq alış etməyi dayandırır.
Gör neyini sonra. Yəni kompozit operatorları izləyən insanlardan söhbət gedir bunlar. Bazarın paylanma mərhələsində olduğu açıq və inandırıcı şəkildə müəyyən edildikdə o kənara çəkilir. Adi insanları tələyə salan düşüşdə düşüncə tərzində iştirak etməkdən imtina edir. Bu intizamlı şəkildə həyata keçirilən heç bir əməliyyat etməmək qərarıdır və düşən bazarda kapitalı qorumaq üçün ən güclü vasitələrdən biridir. Nəhayət peşəkar satışı üçün uyğun anı səbirlə gözləyir. O bazarı qabaqlamağa çalışmır və zirvədə satış etməklə özünü paylamadan sonra son dağıdıcı yüksəlişini riskinə atmır. Bunun əvəzinə yırtıcı kimi soyuqqanlı səbirlə gözləyir. O bütün hekayənin tamamlamasını gözləyir. Son çöküşü, yəni zəifliyin açıq şəkildə təsdiqlənməsini gözləyir. Daha sonra isə bazarın demək olar ki, həmişə təqdim etdiyi son aşağı riskli giriş nöqtəsini gözləyir. Bu çöküş nöqtəsinə son təklif zonasına doğru baş verən zəif və aşağı həcmli ralli ola bilər və yalnız bütün sübutlar toplandıqdan sonra o nəhayət hərəkətə keçir və bazarın həqiqi trendinə uyğun ticarət etməyini dərk etməyin verdiyi inamla short mövqe açır. Biz indicə kompozit operatorun ideal çıxışı həyata keçirmək üçün istifadə etdiyi bütün mərhələləri nəzərdən keçirdik. İndi gəlin nəticə. Görək biz nə nəticə çıxartdıq. Nəticədə gördük ki, ideal çıxış tək bir hadisə deyil. Bu çox mərhələli psixoloji kampaniyadır. Kompozit operator zirvədə likvidlik axtarmır. O likvidliyi özü yaradır. Bunu ustalıqla həyata keçirir. Əvvəlcə kütləyə euforiya yaradır. Sonra isə həmən euforiyadan nəhəng aktivlərini satmaq üçün ideal örtük kimi istifadə edir. O ticarət diapazonunda hərəkət edir, yüksəlişlərdə satır, dəstək yaradır və qavrayışı idarə edir. Ta ki, işi tamamlanana qədər. Daha sonra son aldadıcı tələdən sonra o dəstəyini geri çəkir və artıq kütlənin əlində olan bazarın öz ağırlığı altında çökməsinə imkan verir. Düşünən və peşəkar, görək indi peşəkar və düşünən treyderlər necə hərəkət edir. Düşünən və peşəkar treyder kimi sizin məqsədiniz bu prosesi o qədər yaxşı anlamaqdır ki, mənsə gözüm dedim ki, bu mövzu çox önəmlidir. Treyderlər ən başlıca olaraq sizə cəmaət konsept, indikator və s. öyrədir. Mən sizə trade öyrədirəm. Onlar sizə trade öyrətmir. Onlar sizə buy sell knopkasını vurmağı öyrədir. Mən sizə trade öyrədirəm. Əsl trade öyrədirəm. Ona görə görün, yavaş-yavaş başa düşürsünüz. Bazarda niyə strategiya yoxdur? Sizləri necə aldada o pattenləri öyrədiblər. Beynimizə yerildiblər o pattenlər və s. Bazar pattenləşməyib. Bazar pattenləşsə və bazar həmişə də likvidlik qoymur yadda saxlayın. Likvidlik qopsa bazar elə bir ömür boyu konsolidasiyada qalır. Yadda saxlayın. A nöqtəsinə, B nöqtəsinə hərəkət edir. Baxaq indi biraz yayında fikirdən təzədən oxuyuram. Davam edir. Düşünən və peşəkar trader kimi sizin məqsədiniz bu prosesi o qədər yaxşı anlamaqdır ki, bir daha heç vaxt onun qurbanına çevrilməyəsiniz. Sizin məqsədiniz euforiyanın əlamətlərini partiyaya dəvət kimi deyil, yəni partiyanın tezliklə başa çatacağına dair xəbərdarlıq siqnalı kimi tanımağı öyrənməkdir. Yəni bu onun o 4 dənə mərhələsi nə vaxt bitəcək söhbəti gedir. Yəni ondan partiya o mənada deyilir. Yəni burada qeyd eləmişəm. Sizin məqsədiniz kapitalınızı qorumaq, vaxtında oyundan çıxmaq və heç vaxt başqasının uğurlu əməliyyatı üçün likvidlik mənbəyinə çevrilməməkdir. Gördünüz dostlar.
Gördünüz mən sizə nələr dedim. Deməli bu birinci hissədə qutardı. Burada mən indi şəkillər də yerləşdirəcəm. Kim istəsə bunun kitabını dostlar müraciət edə bilər. Mən isə onu 100 tütüyə verərəm. Harca ki, Saptemasdan bu kitabı bir yerdə və siz oxuyub bacarığınızı getdikcə biraz da artırasınız. Yəni burada biraz da əlavələr var. Mən bu videoda buna hələlik bu ikinci hissəni də sona yetirirəm. Bilirəm like vuran olmayacaq. Onsuz da birinci videoda paxıllıqdan heç kim like vurmur, bölüşmür. Halbuki mən çoxlarını paylaşdığı əsas mövzuları sizə həmişə paylaşıram. Heç sifariş bloklarını 6 hissə çəkdim, sübüstəv ki, heç bəyənən az oldu. Elə bir ki, dünyanın vecə. Siz xoşlayırsınızsa kar göstərəsiniz. Elə ona görə gedib kar göstərdə insanlara pul verdikdən sonra heç bir nailiyyət əldə eləməmisiniz. Qalmısınız çabalaya çoxlarınız. Halbuki sizdən 1000 manat alıb öz həyatını danışanlar var. Gör ki, mən bilmirəm, öz həyatını danışıb sizə qrafikdə heç nə göstərməyib yola salanlar var. Hansı ki 4 saat isə ancaq öz həyatını danışır, psixologiyanı danışır və sizdən 1000 manat alıb yola salır. Mən sizə bu öyrətdiyim data, bu kompozit operatorlar haqqında data çox bahalı datadır. Amma mən sizə onu təmənnasız verdim. Qədrin bilin. Çünki insana da sağlamlıq pulsuz verib deyənə çox insanlar sağlamlığının qədrini bilmir. Amma siz dərslərin qədrini bilin. Eləncik eləməyin. Pulsuz deyənə o demək deyil ki, bu pisdir. İnsanların nəyəsə təmənnası deyəndə ən azından əziyyət çəkib heç olmasa bir barmağın gətirib bir like vura ki, insan mənə bunu deyib. Gedin baxın görün kompozit operatorlar hansı tradersə danışıb Azərbaycanda gəlin mənə deyib. Bu günə kimi indi çoxları buradan götürüb sözləri gedib öz qruplarında yayacaq onu. Onların dediyindən də çox danışdım sizə mən. Bu 2 hissə elədim, əslində 1 hissə damısı. Onların deyəcəklərindən də çox sizə danışdım, burada izah elədim. Gördünüz ki, strategiya yoxdur bazarda. Mən nə deyirəmsə, onu da bilirəm nə deyirəm. Bilmədiyim şey demərəm sizə.